Salam əzizləyicilər, əziz qardaşlar, hər kəs xoş gördük. 11 iyun 2025-ci il. Buyurun, baxın əzizləyicilər. Bakı şəhərində 4 baş yanı balalı mallar satışa çıxıb. Video axıra qədər baxın, 4 haqqında da məlumat verəcəm. Təzə WhatsApp qrup açmışam. Mənim nömrəmə WhatsApp-a yazın, sizi WhatsApp qrupa qoşum. Hər gün paylaşılan mallardan xəbərdar olun. Deməli, gördüyünüz bu birinci mal sahib dediyinə görə 1 ayda doğum, maşallah olsun, altında qəşəng dişi balası var. Mal sahib deyir, gün ərzində səhər axşam 2 evliyə 10 litr təmiz süd verir. Buyurun, baxın əzizləyicilər, gördüyünüz bu malın qiyməti mal sahibi 3000 manata deyir, aşağı yeri var. Gördüyünüz bu ikinci mal isə mal sahibi dediyinə görə qara şveçlərdən də 2 ayda doğub, balası dişidir. Mal sahibi deyir 26-sı da ayın kəlini alıb. Gün ərzində 3 döşündən 15 litr mal sahibi deyir süd verir. 4 döşündən isə ümumi 20 litr süd verir. Kim istəsə əlaqə saxlasın. Gördüyünüz bu malın qiyməti mal sahibi 4200 manata deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Gördüyünüz bu üçüncü mal isə mal sahibi dediyinə görə bu da 1 ayda doğub, altında erkək balası var. Maşallah olsun, ana da bala da super maldır. Həqiqətən də mallara söz yoxdur. Gördüyünüz bu malda mal sahibi deyir 12 litr gün ərzində səhər axşam 2 evliyə süd verir. Bunun da qiyməti mal sahibi 3900 manata deyir. Real alıcı olsa aşağı yeri var. Kim istəsə əlaqə saxlasın, gəlsin 4 malın 4-ünü də səhər axşam südün saxsın, sakitliyinə, fağırlığına baxsın. Sonra istədiyi malı seçsin, alsın. Allah alana da satana da hər ikisinə xeyir versin. Gördüyünüz bu 4-cü mal isə mal sahibi dediyinə görə 20 gündə doğub, balası erkəkdir. Gün ərzində səhər axşam 2 evliyə mal sahibi deyir 5 litr süd verir. Gördüyünüz bu 4-cü malında mal sahibi qiymətini 2200 manata deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Hər kəsdən xahiş edirəm, real alıcılar əlaqə saxlasın və hər kəsdən xahişim odur, videolara axıra qədər baxın, like verin, bəyənin. Hər kəsə öncədən təşəkkürlər.